Üstü funksiya y bərabərdir y bərabərdir a üstü x şəklində verilən funksiyaya üstü funksiya deyilir uşaqlar. Demək, burada a üçün şərt belədir. A böyükdür 0-dan a mütləq fərqlidir. Nədən olmalıdır? 1-dən olmalıdır. Bu şərtlər daxilində bu funksiya üslü funksiya adlanır. Burada deməli a iki şərti ödəyə bilər. Birincisi, a üçün belə bir şərt var. Əgər a 0-dan daha doğrusu 0-dan böyük yox. Deməli a böyükdür 0, kiçikdir 1 şəklindədirsə, bu a üstü x funksiyası azalan funksiya olur. Yəni 0 ilə 1 arasında olanda nə olur? Azalan olur. Yox. Əgər a böyükdür 1-dirsə, bu funksiya artan funksiyadır. Funksiya artan funksiyadır. Azalan olanda bu funksiyanın qrafiki olur bu şəkildə. Bu bir nöqtəsidir. Azalan olanda bu funksiyanın qrafiki olur bu şəkildə. Artan olanda bu funksiyanın qrafiki olur. Bax, bu şəkildə. Bu halda artanı, yenə bu bir qiymətidir. Artandır. İkinci halda artandır. Qrafik bu şəkildə olanda, digər halda azalandır. Deməli, üslü funksiya nə tək, nə cüt. Heç birindəndir. Nə tək, nə cüt. Nə tək, nə cüt. Heç birindən deyil funksiya. Nə təkdir, nə də cütdür. Heç birindən deyil. Sonra artanlığın, azalanlığın dedim. Sonra dövrü deyil. Özü də görürsünüz, qrafikin şəklinə baxın. Belə deyək də, dövrü olması üçün bu qrafik təkrarlanmalıdır. O sinusda falan var idi, məsələn. Tutaq ki, hər pi aralığında eyni şəkil alırdı. Bu dövrü də deyil. Dövrü də olmur. Təyin oblastı gördüyünüz kimi, yəni x-in ala bildiyi qiymətlər çoxluğu təyin oblastı. Bax, x hansı qiymətlər alır? X oxu boyunca mənfi sonsuzdan müsbət sonsuza qədər bütün qiymətləri nə edir? Alır. Təyin oblastı, yəni D, F nədir? Mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Qiymətlər çoxluğu, yəni YF, Y-in ala bildiyi qiymətlər. Y-in aldığı qiymətləri bayaq sizə dedim, bir də təkrarlayıram. YF isə 0-dan haracandır? Müsbət sonsuzluğacandır. Amma 0-ın özün daxil götürmürük. 0-dan müsbət sonsuzluğa qədər YF bunun qiymətlər alır. Deməli, təyin oblastı mənfi sonsuz müsbət sonsuzluq, qiymətlər çoxluğu 0, müsbət sonsuzluq şəklindədir. Bəs yaxşı, bu loqaritmik funksiya nədir? Loqaritmik funksiyada bu funksiya şəklindədir, amma fərq nədədir? Məsələn, belə deyək də, tutaq ki, bizə deyirdi ki, 2 üstü, tutaq ki, x bərabərdir 8. Tutaq ki, səndən soruşurdu, nəyə bərabər, x nəyə bərabər oldu? Dərhal deyirdin ki, x bərabərdir nədir? 3-dür. Amma sənə versə ki, 2 üstü, tutaq ki, x bərabərdir 7. Onda nə deyirsən? Deyirsən, x 2-dir, 3-dür, 2,1-dir, 3,1-dir, nədir? Onun cavabı yoxdur. Bax, əslində qalsa cavabı var. Sadəcə belə deyək, bu sualın cavabını vermək üçün loqaritma anlayışını belə deyək də, bura nə edirik? Daxil edirik. Bura loqaritma anlayışını daxil edirik. Buradan məsələn, x bərabərdir yazırıq. X bərabərdir nəyə? Loqaritma 2 əsasdan x bərabər loqaritma 2 əsasdan 7 yazırıq. Loqaritma 2 əsasdan 7 şəklində nə edirik? Yazırıq bunu. Yəni, x-in yerində loqaritma 2 əsasdan 7 olsa, bu funksiya nə edir? 2 üstü x 7-yə bərabər olar. Yəni, loqaritma buna görə lazımdır bizə.
Loqaritmada eyni oxşar qaydalardır burada. Sadəcə bəzi şeylər əlavə eləyə bilər loqaritmla bağlı. Aşağıdakı hissəni silmək istəyirəm. Silim aşağıdakı hissəni. Deməli, dedim ki, 2 üstü x bərabərdir əgər 7-dirsə, onda buradan loqaritma x bərabərdir loqaritma 2 əsasdan 7. Deməli, burada loqaritma funksiya kimi baxacağam. A əsasdan B yazacağam. Deməli, B ilə bağlı şərt nədir? Yəni, loqaritma bu hissəsində olan ifadə ilə bağlı şərt nədir? Bu hissədə olan ifadə həmişə ciddi böyükdür nədən? Sıfırdan. Yəni, sıfır özü belə ola bilməz. Həmişə sıfırdan mütləq nə etməlidir? Böyük olmalıdır. A-ya gəlincə isə A ilə bağlı şərt yuxarıda qeyd elədiyimdir. Deməli, A böyükdür sıfırdan, fərqlidir birdən. Yəni, bu şərt həm də nəyə aiddir? Loqaritmaya aiddir. İndi misallar üzərində istəyirəm baxaq. Az yer var deyə deməli çox şey qeyd eləyə bilmədim. Burada yenə loqaritmada haqqında deyə bilərəm. Nə təkdir, nə cütdür, dövrü deyil. Qiymətlər çoxluğu loqaritmanın da eyni. Bunun şəklindədir, yəni. Qiymətlər çoxluğu, daha doğrusu loqaritmada mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Amma təyin oblasti nədir? 0, müsbət sonsuzluq aralığında dəyişir. X-in yerinə ancaq qiymətləri qoymaq olar. İndi bəzi misallara baxaq. Məsələn, burada topluda elə tək nömrələrə mən baxacağam. Birinci misala baxaq. Deyək, funksiyasının qrafiki hansıdır? Bax, burada yazdıqlarım əsasında bunu həll etməyə çalışacağam. Kənara çıxmağa çalışmayacağam. 7 üstü x funksiyasının qrafiki hansıdır? Deməli, 7 üstü x funksiyası bizim bax, bu a üstü x funksiyamızın şəklindən eynidir. A üstü x funksiyasıdır. Sadəcə demişdik ki, əgər a 0 ilə 1 arasında yerləşirsə azalan funksiyadır, 1-dən böyükdürsə artan funksiya. Azalan funksiya olanda yaşıl qrafikdir, artan funksiya olanda qırmızı qrafikdir. Baxırıq indi. Əsasdakı a-nın yerinə burada nə düşür? 7 düşür. 7 0 ilə 1 aralığında yerləşmir. 7 1-dən böyükdür. 7 1-dən böyük olduğuna görə bu funksiyanın qrafiki bunlardan hansı olacaq? Təbii ki, qırmızı olacaq. Yəni, burada bu D variantı ki var. Bax, bu D variantı olacaq. Sonra davam eləyək. Növbəti suala bax. Üçüncü. Deyək ki, funksiyasının qrafiki absis oxunu hansı nöqtədə kəsir? Əgər absis oxunu kəsirsə, avtomatik ordinatı nə olur? 0 olur. Absisi kəssə ordinatısı. Ordinat da nədir? Y-dir. Demək, bu misalı həll eləmək üçün biz y-in yerinə nə edirik? 0 yazırıq. Y-in də yerinə burada 0 yazsam, burada y-in yerinə 0 yazsam, onda funksiyamız belə olacaq. 0 bərabərdir. Bura mən bir dəqiqə yazı yaza bilmirəm. Bunu da nizamlayayım. Bir dəqiqə. Bu qalsın. Deyək, görün bunu. Necə düzəldə bilirəm. Yox, onda burada bəzi şeylər sileyim. Burada yazmaq istəyirəm onun həllini onda. Burada bəzi hissələri silib orada yazacağım. Məsələn, bax. Nəyi silim? Təyin oblasından qiymət burada bizə məsələn lazımdır o. Burada biraz yer açsam, burada yazacağım həlləri. Məsələn, dedim ki, üçüncü misalda funksiyasının absisi kəsirsə bütün funksiyalarda belə eləyirdik. Ordinatın yerinə, yəni y-in yerinə 0 qoydu. Onda misalımız belə olacaq. 0 bərabərdir, y-in yerinə 0 qoydum. 2 üstü x çıx 8. Buradan 2 üstü x bərabərdir 8-i, x-o təbii ki, bərabərdir nəyə? 3 şəklində olacaq. Funksiyası qrafiki absisi hansı nöqtədə kəsir? X-i 3. Absisi kəsildi ki, y-də avtomatik nə olur? 0 olur. X-i 3, y-i 0 olan nöqtədə nə edir? Kəsir.
Növbəti misala baxaq. 5-ci misal. D funksiyasının qrafiki absis oxunu hansı nöqtədə kəsilir? Daha bunu eləmirəm. Absisi kəsilsə yenə də ordinatın yerinə nə etmək lazımdır? Sadəcə ordinatın yerinə 0 qoyub eyni bu yazdığım şəkildə həll eləmək lazımdır. Davam eləyək. Növbəti misala baxaq burada. Məsələn, 7-ci misal. D funksiyalarından hansının qrafiki azalandır? Burada yazmışam. Azalanlıq şərti nətərdir? Əsas, yəni A-nın yerinə düşən, A üstü X4, A-nın yerinə düşən yerləşməlidir. Hansı aralıqda? 0 ilə 1-in arasında yerləşməlidir. Birinci funksiyaya baxıram burada A bəndinə. Kök altda 2. Kök altda 2 bilirəm ki, təqribi 1 tam neçə eləyir? 1-dən böyükdür, 2-dən kiçikdir. Yəni kök altda 1 ilə kök altda 4-ün arasında yerləşir. Deməli, 1-dən böyükdürsə, bu azalan funksiya ola bilməz, bu artan funksiyadır. Sonra C bəndinə baxıram. C bəndində də yenə 2 plus kök altda 2. Təbii ki, bu 2 onsuz da 1-dən böyükdür. Üstünə kök altda 2 yəni daha böyük olacaq. Bu da yəni yenə deyirəm, A 1-dən böyükdür şərtinə uyğun gəldiyinə görə bu əsas 2 plus kök altda 2 1-dən böyük olduğuna görə bu da artan funksiyadır. Y bəndi eyni qaydada 1-dən üstünə kök altda 2 gəlsənsə, 1 tam neçə gəlsənsə, bu da 1-dən böyük eləyəcək. Ona görə bu da artan funksiyadır. Və B bəndinə baxaq. B bəndində deməli belə bir şey eləyir. Məxrəci rasionaldan azad eləyirəm ki, müəyyən eləyim görüm o hansındandır, hansı funksiyadandır. Deməli nə edirəm onun üçün? 1 bölmək bunu qoşmasına vururam. Yəni 2 minus kök altda 2-ni vururam 2 plus kök altda 2-yə və nə alınır? Nə alınır? Müxtəsər mat üstürdə olur. 2-nin yuxarı yadından çıxdı vurmaq. 2 plus kök altda 2. Alınır deməli 2-nin kvadratı çıxmaq, kök altda 2-nin kvadratı o da eləyir deməli 4 çıxmaq deməli 2 eləyir. Aşağıda alınır 2 qısası. Burada alınır 2. Yuxarıda isə alınır 2 plus kök altda 2. Belə bir şey alınır da 2 plus kök altda 2. Aşağıda nə elədi? 4 çıxmaq 2 yəni 2. Bunun 0-dan böyük kiçik olmasını müəyyən eləmək üçün istəyirəm bu kəsiri parçalayım. Olur 2-də 2. Üstə gəlmək, kök altda 2 bölməklə 1. 2. Daha doğrusu 2. Bilirəm ki, bu 2-də 2 nə eləyir onsuz da? 1 eləyir. Bu 2-də 2 onsuz da nə eləyir? 1 eləyir. Bu 2-də 2 1 elədiyinə görə 1-in üstünə neçəsə gəlirəmsə, bu təbii ki, 0-dan nə eləyir? 0-dan deyirəm. Bu 1-dən böyük eləyir. 1-dən böyüksə bu da nədir? Artan funksiyadır. Yəni, bu bizim o ikinci şəklimizə, şərtimizə daha doğrusu uyğundur. Qırmızı yazmışım burada. Bu şərtə uyğundur. 1-dən böyüksə deməli artandır. Deməli, yerdə qalır yalnız D variantı. Deməli, burada cavab olacaq D variantı. Onu araşdırmaqda heç araşdırırsınız, görürsünüz ki, yuxarıda alınacaq 2 minus kök altda 2 və bölünsün. Bir də burada da 2 alınacaq. Parçalarında 1 çıxmaq neçə alınır? 1-dən kiçik elədiyinə görə olur azalan funksiya. Növbəti misala baxaq. Növbəti misalda nə deyir? Növbəti misal 9-cu misal. Deyir ki, funksiya verilmişdir. ABC-dir arasındakı münasibətlərdən hansı doğrudur? Deməli, bu misalın həllində indi burada toplumun üstündə yaza bilmirəm. Burada belədir. Sağdan bir dənə düz xətt keçiririk. Dəqiqə məsələn. Bizə Y-in böyük qiyməti lazımdır deyə. Y-in böyük qiyməti lazımdır deyə. Bax, elə bunun üstündə çəkəcəm ona. Məsələn, deyək ki, funksiya budur. Burada 3 dənə belə bizə funksiya verib. Biri tutaq ki, budur. Digəri budur. Belə bir funksiyadır. Digəri də yaşıldan çəkəcəm onu. Yəni, aşağıdan keçəm. Bir də ortadan keçən bir funksiya var. Belə bir şey var. Deyək, şəkil bu vəziyyətdədir. Üçünün də şəkli bu vəziyyətdədir. Deyək, bunlardan hansının, ədədlərin münasibətlərdən hansı doğrudur? Deməli, nə eləyir? Bu, buradan. Bir dənə qrafik keçirdirəm. Bu şəkildə. Keçirdim. Y oxuna paralel və qiymətlərə baxıram. Bu qaranı görürsünüz ən aşağıda. Deməli, ən kiçik qiyməti o alıb. Yaşıla baxın. Ondan üstdədir. Qırmızı isə ən üstdədir. Deməli, ən böyük qiymət o burada alacaq C. Ən üstdə olan C-dir. Ən böyük Y-ə görə qiyməti o aldı. Sonra B. Sonra isə nədir? Yəni, eyni qiymətdə B. Ən kiçik də nə oldu? A oldu. Deməli, ən böyük C-dir, ən kiçik
A-dır. Ən böyük C-dir, ən kiçik A-dır. Deməli 9-da olacaq Y variantı. Sonra baxaq burada 11-ci misala. Deyir ki, funksiyanın təyin oblastını tapın. Deməli, funksiyanın təyin oblastını tapmaq istəyirsə, burada bizim problemli halımız bir dənə nədir burada? Kökaltı ifadədir. Burada problem varsa da, yoxsa da bir dənə hardadır? Kökün altındadır. Niyə görə? Kökün altında biz demişik ki, cüt dərəcəsinin kökün altında mənfi ola bilməz. Ona görə bu kökün altındakı ifadələrin ikisində nə edirəm? İkisini də sıfırdan böyük bərabər götürürəm. Bu şəkili sildiyim, elə bilirəm ki, bu şəkil artıq qaldı da yadınızda. Deməli, təyin oblast istədiyinə görə yazıram. Sürətdəki mənfi x böyük bərabər sıfırdan, buradan x hər tərəf mənfiyə vururam, kiçik bərabərdir sıfırdan. İkinci kök üçün yazıram. X böyük bərabərdir sıfırdan və alınır elə x böyük bərabərdir sıfır şərti alınır burada. Və bunların ikisinin kəsişməsinə baxıram deyə ədəd oxu çəkirik. Sıfır özü daxildir deyə sıfırı qaralayıram. Birinci aralığı yazıram deyə x kiçikdir sıfırdan. X kiçikdir sıfırdan aralığı bax budur. Üzü sola doğru, sonsuza qədər. Sonra x böyükdür sıfır aralığı yazın. Bu daha hara qədər? Sonsuza qədər. Və bu iki funksiyanın ikisinin də kəsişməsi mənə nəyi verdi? Bir dənə sıfır. Başqa heç nə ortaq deyil burada. Ona görə cavab eləyəcək təkcə nə? Sıfır. Yəni Y variantı eləyəcək. Növbəti misalımız 13. 13-də deyir ki, şərtini ödəyən neçə natural ədəd var? Şərtini ödəyən neçə natural ədəd var? Yəni kök altda 30 ilə kök altda 70-in arasında neçə dənə natural ədəd var? Burada deməli əksəriyyəti rasionaldır, amma burada var nə? 36 var həmin aralıqda. Sonra neçə var? İndi sayaq da deyək kvadratı olan ədədləri sayaq. 36-dır, 49-dur. Nəysə ötürdüm deyəsən. Deməli 36, sonra 7-nin 49, 8-in kvadratı bir dənə 64. Bu aralıqda cəmsi bunun 3 dənə qiyməti olacaq. Sonra növbəti misala baxaq. 15. 15-də nə deyir? 15-də deyir ki, funksiyasının qiymətlər oblastını neyini tapın? Yəni bu funksiya hansı aralıqda qiymətlər alır? Deməli, birincisi, qiymətlər oblastı tapmamışdan əvvəl, onsuz da biz baxırıq ki, 2-də 1-dir. Bu normalda 2-də 1 isə 0-1 arasında bu azalan funksiyadır. Bu heç. Yəni bu aşağı gedir qiymətlər bu öz yerində. Üst artdıqca öz azalacaq. Amma kosinus x-in qiymətlər aralığı nədir? Kosinus x-in qiymətlər aralığı -1, -1-dir. Yəni kosinus bir dəfə -1 qoyacaq, bir dəfə də -1 qoyacaq. Və nə alacaq? Bir də baxaq, qoyun qeyd edeyim özüm üçün. Bax, belə bir şey olacaq da deyək. 2-də 1-in üstünə bir dəfə 2-də 1 üstündə bir dəfə yazıram -1. Bir dəfə də yazıram 2-də 1 üstündə nə? 1 yazıram. Bu halda eləyir. Bu eləyir deməli 2. Bu halda eləyir nə? Elə 2-də 1. İndi məsələ odur ki, bizdən də qiymətlər çoxluğunu istəyir. Yəni bu aralıqda bu hansı qiymətlər alır? Təbii ki, -1-dən -1-əcən bu alacaq 2-də 1 ilə 2 qiymətini alacaq. Yəni belə deyim də, belə yazaq da 2-də 1 qapalı mötərizə ən az 2-də 1 alır, ən çox da nəyi alır? 2-ni alır. Bu şəkildə nə edəcək? Qiymətlər alacaq. 16 da onun eynisidir. Yəni eyni qaydada yazacaqsınız, gedəcək. 17 də deyir nə? Müqayisə edin. Müqayisə eləmək üçün biz ya sürətlər nə idi? Ya üstləri bərabərləşdirməliyik, ya da əsasları. İndi əsasları bərabərləşdirmək olmur deyə burada. Üstləri amma baxıram ki, bərabərləşdirmək rahatçılıqla olur. Məsələn, üstləri 200-dür, 300-dür, 100-dür, hamısı 100-ə bölünürlər. Onda mən belə yazıram. Birinci məsəl üçün. Bax, elə başlayıram 500-dür 200-dən. 500-dür 200-ü 500-dür 2 çölündə nə yazıram? 100 yazıram. Bu nə eləyir? 25 üstündə 100 eləyir. Sonra 3-dür 300-ü belə yazıram. 3-ün üstündə 3 çölündə nə? 100. Bu nə eləyir?
3 üstü 3 27, çölündə də 100 var deyil, oldu 27 üstü 100 və nəhayət 28 üstü 100 ilə işimiz yoxdur. Niyə görə? Üstlər bərabər. İndi baxın, hamısının üstü 100-dür. Əsaslara baxıram. Əsası ən böyük olan 28, təbii ki 28 üstü 100 hamısından böyük olacaq. Ən kiçiyi də 25 üstü 100 olacaq. Deməli C ən böyükdür. Burada A ən kiçikdir. C ən böyükdür, A ən kiçikdir. Deməli Y variantı olacaq 17-də. Sonra 19-cu misala baxaq. 19-cu misal araşdırmada, yəni bayaq qeyd elədiyim qaydalar əsasında həll olunan misaldır. Deməli 19-da baxaq deyir ki, hansılar yanlışdır. Başlayaq. Deyir ki, təyin oblasti bütün müsbət ədədlər çoxluğudur. Amma biz burada yazmışdıq ki, indi yox, silməmişəm, burada qalır daha, silməmişəm. Deyir, təyin oblasti deyir bütün müsbət. Xeyr, təyin oblasti bax qeyd eləmişəm, daha. Üslü funksiyanın təyin oblasti mənfi sonsuzluqdan müsbət sonsuzluğadır. Deməli, bu cavab, birinci cavab yanlışdır. İkinci, deyir ki, 0-1 aralığında olduqda bütün ədəd oxundu azam. Baxaq, burada da qeyd eləmişəm, bu qırmızı dairəyə alıram. 0 ilə 1 aralığında olanda nədir? Azalandı. Bu doğru fikirdir, doğru fikirdir. 1-dən böyük olanda artır. Bəli, burada qeyd eləmişəm ki, bəli, A 1-dən böyük olduqda nə edir? Artır. Bu da doğru fikirdir. Sonra deyir ki, qiymətlər çoxluğu bütün həqiqətdir. Qiymətlər çoxluğu, yəni Y. Baxırıq, bura. Xeyr, qiymətlər çoxluğu nədir? 0, müsbət sonsuzdur. Bütün ədədlər çoxluğu deyil. Ona görə burada yanlış olanlar nə oldu? 1 ilə 4-cü oldu. Davam edirik. Baxırıq məsələn 21-ci suala. Deyir ki, A parametrinin hansı qiymətində 3A-6 üstü x üslü funksiyası A parametri hansı qiymətdə aralıqda azalar. Azalmanın şərtini mən yazmışam bura. Azalmanın şərtini mən burada qeyd eləmişəm. Demişəm ki, azalma olması üçün hansı aralıqda olmalıdır? 0 ilə 1 aralığında olmalı. Deməli, nə edirəm? Sadəcə yazıram ki, bax, bizə verilən funksiyanın əsası nədir? Bizə verilən funksiyanın əsası. Dəqiqə. Bizə verilən funksiyanın əsası 3A minus 6-dır. 3A minus 6 kiçikdir 1. Bax, şərtə baxın, bax, şərt burada da, bu yaşılın içindədir şərt, bu daha yaş şərt. Deməli, kiçikdir 1 olmalıdır azalan olması üçün. Böyükdür nə olmalıdır? Şərtin elə yanında yazıram. Böyükdür nə olmalıdır? A parametri hansı qiymət aralıqda qiymət nətər? Üslü funksiya olarsa, yox, mən azalan sözünü oxudum, azalan demirik. Deyir ki, A parametri hansı aralıqda qiymətlər alar. A parametrin ala bildiyi qiymətlər aralığını tapmalıyıq. Sən onda başqa şərtlə gedirik. Deməli, onda belə bir şey deyirik. Deməli, bax, bu hansı qiymətlər alar deyirsə, biz demişik ki, bu hansı qiymətlər 0-dan müsbət sonsuzluğa qədər olan qiymətlər alır. Bir də nəyi alınır? Bax, daxı A mütləq. Pozanla yazdım ya onu. Demişik ki, bu A mütləq böyük olmalıdır 0-dan, fərqli olmalıdır nədən? 1-dən. Ona görə birinci şərt olaraq yazıram ki, 3A minus 6 böyükdür 0-dan və 3A burada böyükdür 6-dan, A böyükdür 2-dən. Bu bizim birinci şərtimiz. Yəni, bu 2-dən müsbət sonsuzluğa doğru nə etməlidir? Getməlidir. İkinci şərtimiz nə? Dedik ki, 1 ola bilməz. Yəni, bu 3A minus 6 var. Yəni, qırmızının içində olan şərti görürsünüz ən yuxarıda. Bax, o A bölü 0 fərqlidir 1. Yəni, 3A minus 6 fərqli olmalıdır nədən? 1-dən. Və buradan tapırıq ki, A bir də nəyi ala bilməz? Nə ola bilməz? 6 2 7, 3-ə də böləndə 3-də 7. Deməli, A 2-dən böyük olmalıdır, 3-də 7-ni də almamalıdır. Orada da 2-dən böyük 3-də 7-ni almayan qiymət 21-də bir dəqiqə Y variantı. Və bir dəqiqə, 2-dən böyük. Burada A variantı da onu oxşayır. Amma A variantında qapalı mötərizə götürüb ki, yəni 2-ni alır. Xeyr, biz burada ciddi böyük işarəsi qoymuşuq deyə. Bu 2-nin özünü almayacaq. Ancaq 2-dən böyük və 3-də 7-dən fərqli cavab eləyəcək 21-də Y variantı. Sonra 23-ə baxaq. Deyir ki, funksiyasının qiymətlər çoxluğunu neyin? Tapın. Bunun da qiymətlər çoxluğunu tapmaq üçün birinci üstünə baxırıq. Üstündəki funksiyanı görürsünüz. X plus
x-da 1. X plus x-da 1 qarşılıqlı tərs ədədlərdir, belə deyək. Qarşılıqlı tərs funksiyalardır. Sizə də demişdim ki, m-də n plus n-də m. Bunu həmişə mən yazırdım. Tangens alfa plus kotangens alfa üçün yazırdım. Bunun qiymətlər çoxluğunu tapılması üçün yazırdım bunu. Bu da eyni şeydir. X plus x-da 1. Bir də x plus x-da 1. Eyni ifadə olduğuna görə bunu yazırdım. Bunun da qiymətlər çoxluğu demişdik ki, biz mənfi sonsuzluqdan mənfi 2-yə qapalı mötərizə birləşir 2-dən müsbət sonsuzluğa, yenə də nə? Qapalı mötərizə. 2-dən müsbət sonsuzluğa qapalı mötərizə şəklində nə edirik? Yazırıq. İndi gəlirik əsas məsələyə. Deməli, bax bu üstdəki ifadə. Deməli, mənfi 2 bir sərhəddir, 2 bir sərhəddir. Deməli, mənfi sonsuzluqla o qədər olan, məsələn, pi-yə qiymətləri versək, bu azalacaq. Amma haracan azalacaq? Sıfırdan aşağı gedə bilməz. Çünki bax, burada qeyd eləmişik bunun qiymətləri çoxluğu. Bax, bu da. Deməli, nədir? 0 müsbət sonsuz. Bu deməli, ən az alsa belə alsa 0 alacaq. Sıfırdan aşağı heç bir qiymət almayacaq. Ondan sonra, əgər mənfi 2-yə gəlsə, mənfi qiymətlərdə olacaq pi üstünə mənfi 2, o deyir nə qədər? 1 bölmək pi-nin kvadratı eləyir. Bir də müsbət 2-ni alsa, müsbət 2-dən də yuxarı qiymətləri verirsə, artan funksiyadır da 3-dən %14-dür pi. Artan funksiyadır deyə üstü nə qədər artsa, bu da arta gedəcək. Haracan? Müsbət sonsuzluğa. Deməli, pi-nin də yerinə 2 qiymətini qoysam, daha doğrusu pi-nin yerinə yox, x plus x-da 1-in yerinə 2 qiymətini yazsam əgər, onda olacaq pi-nin kvadratı. Onda misal belə olacaq, deməli, sıfırdan, çünki bunun ən aşağı qiyməti sıfırdır. Yəni, nə qədər mənfi yazırsan yaz, bu mənfi sonsuzda mənfi 2-yə dör. Mənfi sonsuzluğa qədər nə qədər qiymət yazsan, bu ən az 0 alacaq onsuzda. Çünki bunun qiymətləri aralıq 0 müsbət sonsuzluqdur. 0, mənfi 2-ni yazanda isə mənfi aralıqda bunun ən böyük qiyməti olacaq 1 bölmə pi kvadrat. Yəni, bax, bu şəkildə olacaq. Amma bu özünü alacaq. Çünki mənfi 2-nin özünü alır. Birləşmə. Deməli, müsbətlərdən 2-ni qoyuram. Olur pi-nin kvadratı. Digər müsbət qiymətləri qoyanda isə 2-dən üzü olan qiymətlər. Yəni, artan funksiyadır deyə, bu davam edəcək, arta gedəcək. Haracan? Müsbət sonsuzluğacan. Bax, bunun qiymətlər aralığı olacaq. Bu variant, A variantı. Yəni, belə misallara izaha bir də geri fırlayın, izaha bir də baxın. Çünki onun oxşarı misallar olmalıdır orada. Onu siz əldə eləyəsiniz. Sonra davam edirik. Məsələn, 25-ci misal. Funksiyasının tərs funksiyasını nəyin? Tapın. Tərs funksiyanı necə tapırdıq? Deməli, əgər bizə funksiya verir, oradan x-i təyin eləyirdik. Yəni, x nəyə bərabərdir? Sonra orada x-dən y-in bir dənə yer dəyişməsini apardıq təyin eləyəndən sonra. İndi burada da eyni işi görəcəm. Demək, başlayaq. 3 vurmaq, 2 üstü x minus 5 plus 1. Buradan əgər mən f-x'i bir də y-in əşarlayıram. X tapmaq istəyirəm, sonra da belə bir şey yazdım. Yazacam. Əvvəl funksiyanı yazdım. Məsələn, yazıram y bərabərdir. 3 vurmaq, 2 üstü x minus 5 plus 1. Buradan yazıram. 3 vurmaq, 2 üstü x minus 5 bərabərdir. 1-i atıram y tərəfə. Bərabərdir nəyə? Yəni, y çıxmaq 1-ə. Davam edirəm. X-i axtarmaq mən yazıram. 2 üstü x minus 5 bərabərdir. 3-ü yox edirəm onun yanından. Yəni, y minus 1-i bölürəm. Y minus 1-i bölürəm 3-ə. Yavaş-yavaş yaxınlaşıram. İndi x-i tapmaq istəyirəm. Bayaqları burada bir şey yazmışam. Görürsünüz bunu. 2 üstü x bərabərdir. Əgər dedim 7-dirsə, buradan x bərabər olacaq loqaritma 2 əsasdan 7-yə. İndi 2 üstü x-dir, 2 üstü x minus 5-dir. Mən x minus 5 tapmaq istəyirəm. Onda x minus 5 bərabər olacaq. X minus 5 bərabər olacaq. Loqaritma. Deməli, bayaq nə olmuşdu? 2 əsasdan 7. Yəni, əsas gedəcək aşağı. 2 gedəcək aşağı. Bu isə gedəcək hara? Loqaritmanın bu hissəsində yazılacaq. Y minus 1 bölünsün. 3 kimi burada
qeyd olunacaq. Demək olar ki, biz misalı demək olar ki, nə etmişik? Həll eləmişik. İndi bir dənə qalıb x-i təyin eləmək. İndi mənim yerim azdır deyə bir dənə istəyirəm yuxarıdakı birinci sətri silim. Birinci baba bu sətri silirəm. Bunun yerinə sonuncu sətri yazacağam. Aha, bax indi. Buradan da yazacağam x bərabərdir nəyə? Bir dənə 5 atıram bu tərəfə. Yəni loqaritma y minus 1 bölünsün 3, aşağıda isə 2 əsasdan. Bu mötərəzdə yazam, qoy bilinsin ki, yəni loqaritma əsasına aiddir, yuxarıya aiddir. Və 5-i də atdım sağ tərəf olacaq nə? Plus 5. Bir dənə mənim görəcəyim iş burada x-la y-in yerini dəyişmədir. Yəni burada indi x bərabər budur. Yazacağam ki, y bərabərdir. Başlayacağam əvəzləmə aparmağa. Necə? X-i y-in əvəz yazacağam. Y bərabərdir. Burada da y-dir. Bunu x eləyəcəm və mənim misalım düzəldi. Bu da oldu onun tərs funksiyası. Normalda y-in üstə bir də belə -1 qoyuruq ki, bilək ki, yəni bu tərs funksiyadır. Sonra davam eləyək. 27. Deyir ki, funksiyasının qiymətlər çoxluğunu tapın. Bayaq da dedim, mən funksiyanın qiymətlər çoxluğunu tapın. Birincisi, burada plus 11 sadəcə ədəddir, plus 11 işim yoxdur. Amma qiymətlər çoxluğu deyirsə mənə və baxıram birinci bu hansı funksiyadır. Baxıram ki, bu bizim bildiyimiz üslü funksiyadır. Yəni a üstü x funksiyasıdır. A üstü x funksiyasının da qiymətlər çoxluğu hansı aralıqda dəyişir? Burada qeyd eləmişəm 0 müsbət sonsuz. Yəni y-i nədir? 0 müsbət sonsuzluqdur. Bunun da y-i 0 müsbət sonsuz olduğuna görə bunun yerinə bax həmin qiyməti qoymaq istəyirəm. Təbii ki, qiymətə çox daxil olan ən kiçik tam ədəd tapın. Demək bir dəqiqə bunu yazıram, amma belə yazıram da bunu. Dəqiqə. Y bərabərdir. Misalımız belə 11 üstü x plus 11. Bu 11 ilə mənim işim yoxdur. Mənim işim, gücüm bu 11 üstü x-landır. 11 üstü x üslü funksiyadır. Üslü funksiyası bunun qiymətlər çoxluğu bu aşağıda qeyd elədiyimdə 0 müsbət. Demək bunun yerinə mən ən az nə yazıram? 0 yaza bilirəm. Amma fikir verin bu 0 açıq mötərizə 0 ala bilmir. Deməli 0 plus 11 nə edir nəticə? 11. Amma bu 11-i almır. Qalan qiymətlər müsbət sonsuza qədər verəndə bu daha da böyüyür da deyək qiymətlər. Demək bunun ən kiçik qiyməti deyək qiymətlər çoxluğu belə olur. Y-i bunun bax belə olur. Y-i bərabərdir. Belə olur. 11 11. Dəqiqə. 11 müsbət sonsuz. Amma burada 11 daxil olmayacaq. Ona görə yenə deyirəm 0 daxil deyil. Deməli 11 daxil deyirsə və mənə deyir ki, buradakı aralıqdakı ən kiçik tam ədədi tap. Təbii ki, ən kiçik tam ədəd nə olacaq? 11 yox, 12 olacaq. 29-cu misala baxaq. Deyir ki, 2-də 1 çıxmaq 2 kosinus 3x funksiyasının ən böyük qiymətini neyinin? Tapın. Deməli, belə baxan kimi mən bir şey gəldi ağlıma. Bu kosinus x-dirsə, kosinus x-dir, kosinus 3x dəxil yoxdur. Üstü təkdir. Bu kosinusun ən böyük qiyməti -1-dir, ən kiçik qiyməti müsbət 1-dir. Əgər bunun qiymətlər aralığını tapmaq istəyirsə, birinci mən onun yerinə -1, müsbət 1-i yazmalıyam. Bir də yazaq onun yerinə görək nə alırıq. Kosinusa görə onu həll edir də belə deyək. Olur deməli 4-ün üstü bu 2-də 1 də mənfidir. Deməli 4-ün üstündə -2-də 1 çıxılsın. 2 vurmaq kosinusun yerinə bir dəfə -1 qoyuram. Onda nə olur? Deməli, olur müsbət 2, müsbət 2-dən çıxanda 1-i, deməli 2-də 4, 2-də 3. 2-də 3 olur 4 üstü 2-də 3 bərabərdir. 4-ü də yazıram 2 üstü 2. Çölündə də nə? 2-də 3. Bunlar gedəndə nə eləyir? 8 edir. Deməli, bunun bir aralığı oldu 8. Digər aralıq tapmaq üçün bunun yerinə nə qoyuram? Müsbət 1 qoyuram. Yəni misalımız belə olur. 4 üstü -2-də 1 çıxmaq 2 vurmaq 1. Kosinusun bəllilikdə qiymətlər aralığı -1 müsbət 1-də. 1-i qoysuq nə eləyir? Eləyir deməli 2-də 5 eləyir, özdə -2-də 5 eləyir ha. Mənfi elədiyinə görə bunu da 2 üstü 2 yazıram. Olur deməli
2 üstü 2, 4'ü yazdım. Çölündə mənfi 2-də 5 eləyir. Mənfi 2-də 5 eləyir. O da burada 2'lər getdi mötərizəni açanda. Və nə alındı? 2 üstü mənfi 5, o da 32-də 1 elədi. Deməli, bu funksiyanın qiymətlər aralığı olacaq nə? Yerim azdır deyə yuxarını siləcəm. Yuxarını siləcəm. Deməli, bir dəfə belə deyək də, kosinus gördünüz, sinus gördünüz. Yerinə bir dəfə mənfi 1 qoyursunuz, bir dəfə müsbət 1 qoyursunuz. Mən də eyni işi gördüm. Bir dəfə deməli 8 tapdım. Ən çox 8 tapdım. Ən az da nə tapdım? 32-də 1. Deməli, bunun YF-i qiymətlər çoxluğu olacaq. 32-də 1 ilə qapalı mötərizə 8. Bizdən ən böyük istədiyinə görə olacaq cavab 8. Ən kiçik hissəsi idi. Deyəcəkdir nədir? 1-dir. Ən kiçik tam qiymət hissəsi idi təbii ki. Davam eləyək. Burada 31-ci sual var. Deyir ki, qrafiki verilmişdir. AOB funksiyasının üçbucağının daha doğrusu sahəsini tapın. Üçbucağın sahəsini tapmaq üçün belə deyək, bu düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sahə düsturudakı katetləri hasilinin yarısı. Deməli, mənə o katetlərin uzunluqları lazımdır. O katetlərin də uzunluqlarını tapmaqdan ötürü rahat bir üsul var. Gördüyün kimi B nöqtəsində nə ilə kəsişib? Y ilə kəsişib. Y ilə kəsişibsə, Y oxun kəsirsə, avtomatik X-in olur? 0 olur. Bir dəfə X-in yerinə 0 qoyub B-ni tapacam. Yəni, yazacam ki, Y B bərabərdir. Belə bir şey yazım da. Yəni, B nöqtəsi qısası. B nöqtəsi bərabərdir. Qeyd edirəm. B nöqtəsini tapmaq istəyirəm. Dedim ki, B nöqtəsində Y kəsib, X-in yerinə 0 qoyuruq. Onda belə olur. 2 üstü 0 plus 3 çıxmaq 4. Yəni, 8 çıxmaq 4. O da nə eləyəcək? 4 eləyəcək. Deməli, bu B nöqtəsi 4-dür. B nöqtəsi 4-dür. A nöqtəsinə baxıram. A nöqtəsində görürəm X-la. X-la kəsişirsə, avtomatik Y nədir? 0-dır. Gətirib Y-in yerinə 0 qoyuram. Olur 0 bərabərdir. 2 üstü X plus 3 minus 4. 4-ü atıram bu tərəfə olur deməli. 4 bərabərdir 2 üstü X plus 3. 4 yazıram 2 üstü 2. Bərabərdir 2 üstü X plus 3 və buradan X plus 3 bərabərdir 2-yə və X bərabər nəyə? Mənfi 1-ə. Vəssalam, A nöqtəsi də nədir? Mənfi 1-dir. İndi bu hissəni bir dənə silim, yerim yenə deyirəm az deyil. Mənə lazım olan, bu 3-4 dənə qaydanın əsasında bu misalların hamısını həll eləmişəm. Yəni, kənar hesabdan istifadə elə ancaq bu 3-4 dənə qayda ilə misalların hamısını həll eləmişəm. Deməli, indi nə edirəm? Nə edirəm? Bircə dəqiqə. Deməli, bax, birini tapdım. Birini tapdım. Buranı mənfi 1 tapmışdım. Buranı da neçə tapmışdım? Burada 4 tapmışdım. 4 tapmışdım. Deməli, üçbucağımız da bu şəkildədir. Və bunun sahəsini tapmaq üçün baxıram, katetin biri 4-dür, biri də 1-dir. Sahədəki katetlər hasilinin yarısı düzbucaqlı üçbucağın 4 vurmaq, 1 bölmək, 2 kimi nə edəcəm? Həll edib sahəni tapacağam. 33-cü sual. Deyir, funksiyasının ən böyük qiymətini tapın. Burada da yenə ən böyük qiymət tapmaq. Onsuz da bu qiymətlər çox 0 müsbət sonsuz. Deməli, problem hardadır? Üstdədir. Deyəm, biz bu araşdırmanı üstdən başlamalıyıq. Bunu əgər həll eləmək istəyiriksə. Baxıram ki, üstdəki funksiya kvadratik funksiyadır və kvadratik funksiyada da demişdik ki, əgər ax kvadrat plus bx plus c şəklində bizə funksiya verilibsə və a əgər 0-dan böyükdürsə, yəni müsbətdirsə, onda parabolanın qolları yuxarı olur. Bunun ən kiçik qiyməti var, ƏKQ-sı var. Ən kiçik qiyməti var. Yox, a 0-dan kiçikdirsə, yəni parabolanın qolları aşağıdırsa, onda bunun ƏBQ-sı var, ən böyük qiyməti var. Bizdən ən böyük qiymət istəyir. Bilir nə istəyir əslində qalsa. Çünki burada ən böyük qiymət istəyirsə, elə ikisi də eyni qayda ilə tapılır. Sadəcə ən böyük qiymət istəyəndə x kvadratının əmsalını mənfi verir, ən kiçik qiymət istəyəndə x kvadratının əmsalını müsbət verir, amma qayda eynidir. Deyək ki, funksiyasının ən böyük qiymətini nə edin? Tapın. Ən böyük qiymətini tapın deyəndə biz istifadə edirik hansı düsturda? N bərabərdir 4ac minus b kvadrat bölünsün 4a düsturuna istifadə edirdik və yaxud da buruqlara ayırırdıq. Fərq eləməz. Dedim, müxtəsər modulsun şəkli gətirildi, fərq eləməz. Və buradan nə edirik? Yuxarıdakı funksiya ki var, kvadratik funksiya. Onun ən böyük qiymətini tapmağa çalışırıq. Və buradan da yerim azdır deyə yuxarıdakı yenə qaydaları silmək istəyirəm. Sizə lazım olsa çevirərsiniz bir də geriyə.
Bir 2 saniyə, 3 saniyə geriyə çevirib bunlara baxa bilərsiniz. Mən istəyirəm ki, indi gətirib ABC-ni yerinə qoyum. Deməli, bir dəqiqə, bəzi uşaqlar tam açıq yazacağam onu. Bax, mənfi x kvadrat plus 6x minus 7-dir. Sadəcə yerini dəyişib verir. Bizim də misalda ax kvadrat plus bx plus c olduğuna görə deməli, a-mız mənfi 1, onu belə yazacağım. N bərabərdir. A-nın yerinə nə düşür? Mənfi 1, B-nin yerinə 6, C-nin də yerinə 7. Onda belə olacaq. 4 vurmaq, mənfi 1 vurmaq, C-miz nədir? Mənfi 7 və mənfi 7, bir dəqiqə. Çıxılsın B-nin kvadratı 36. Aşağıda nə olacaq? 4. Yəni 4 vurulsun, mənfi 1 olacaq. İndi bunu hesablayaq bir dənə. Deməli, eləyir 28, 28 çıxılsın 36, yuxarıda qalır 8, aşağıda da mənfi 4, 8 mənfi 4-ə böləndə eləyir. Yox, yuxarıda mənfi 8 eləyir. Mənfi 8-də mənfi 4-ə böləndə eləyir müsbət 2. Deməli. Bu, yuxarıdakı funksiyanın ən böyük qiyməti elədi 2. Ən böyük qiyməti 2 elədiyinə görə mən də nə edirəm? Gətirib bax burada sadəcə bu üstdəki ifadə ki var, onun yerinə, yəni o bütöv kvadratikin yerinə 2 qoyacağam. Onda misalımız belə olacaq. 3 üstü 2, yəni o yuxarıdakının ən böyük qiyməti 2 idi axı. Və cavab nə eləyəcək? 9 eləyəcək. Dəqiqə. 35-ci misal uyğunluqdur. Yenə də o da dediyim kimi verdiyim qaydalar çərçivəsində bu lövhədə olan qaydalar var. Bu 3-4 dənə qayda var. Onun çərçivəsindən kənara çıxmadan nə edir? Həll olunur, yəni. Standart şeylərdə belə deyək. Başlayaq həll eləməyə. Birinci. Deyir ki, qiymətlər çoxluğunu istəyir. Bir də ki, ən kiçik, ən böyük qiymətini istəyir. Hamısının qiymətlər çoxluğunu tapaq ki, ən böyük, ən kiçik qiymət tapmaqda bizə problem olmasın. Birincisi. Bunlar hamısı üslü funksiyalar. Üslü funksiyaların hamısının qiymətlər çoxluğu burada qeyd eləmişəm. YF, yəni y-in ala bildiyi qiymət. Hamısı sıfırdan haracandı, müsbət sonsuzluğa candı. Amma burada üstlərə baxırıq ki, artıq hamısını 0 müsbət sonu tətbiq eləyə bilmirsən, axı üstlərə baxırıq. Üstlərə baxanda birinci funksiyada baxıram ki, belə verilib mənə. Y bərabərdir 9-un üstündə x plus 5-in kvadratı plus 2 verilib. Verilib, lap yaxşı. Üstdəki də yenə bayaq dediyim kimi kvadratik funksiyadır. Bunun ən kiçik qiyməti var artıq. Ən böyüyü bunun ən kiçik qiyməti var. Bax, ə2q var burada. Niyə görə ə2q var? Çünki buna mötərizəni açdım. X kvadratı əmsalı müsbət eləyir. X kvadratın əmsalı müsbətdirsə parabolun qolları yuxarıdır və ə2q var. Mən burada əbq sözünün olan variantlara baxmayacağam. Ancaq nəyə baxacağam? ə2q. Çünki x kvadratın əmsalı müsbətdir. Və burada necə edirdi? Dedik ki, burada x plus 5-in kvadratı plus 2 şəklindədirsə, burada kvadratik funksiyanın ən kiçik qiyməti nədir? 0-dır. Bu kvadratı bütöv 0 götür. Oldu 0 plus 2 və nə eləyirdi? 0 plus 2, 9-un üstü 2 ilə nə qədər? 81. Bax, bu 81 bunun ən kiçik qiyməti olur. Yenə deyim, x kvadratın müsbətdir. 81 bunun nə idi? Ən kiçik qiyməti nədir? 81-dir. Ən kiçik qiyməti 81. Qiymətlər çoxluğunu istəsə, təbii ki, 81-dən üzü yuxarı, haracan? Müsbət sonsuzluğa bu şey davam eləyəcək. Bu da bunun YF-dir. Demək, baxaq görə hansı variantlarda var, bax bu şey. Deməli, 81 müsbət sonsuzluq bir Y variantda var. Qiymətlər çoxluğu. Sonra burada əbq verib ki, 81-dir. Xeyr, əbq-ya baxmayacam. Demək, x kvadratın əmsalı müsbətdir deyə. Mən ancaq ə2q-lara baxacam. Bəli, ə2q 81 olan variant var. Demək, B ilə Y uyğun olacaq birinciyə. Aydın olmayan hallarda, yenə deyirəm uşaqlar, videonu təzədən çevirin əvvələ, bir də baxın. Sırf loqaritmik funksiya. Bax, hələ ki, bu qeyd etdiyim 3-4 dənə qaydadan kənara çıxıb heç nə deməmişəm.
Davam eləyək. Növbəti sual yenə baxıram. Burada bax ikincidə. Deməli, mötərizəni mən əgər aşsam, x kvadratın əmsalı nə olacaq? Mənfi olacaq. Deməli, x kvadratın əmsalı mənfidirsə, parabolun qolları aşağıdır. Deməli, onda mən bu misalda ƏBQ-ya baxacam. Ən böyük qiymətə baxacam. Amma ƏKQ-ya gəlincə isə bu üstü funksiyası ƏKQ-sı nədir? ƏKQ-sı 0 olacaq bunun. İndi başlayaq bunu da eyni qayda ilə bayaqki kimi həll eləməyə. Deməli, funksiyamız nədir? Y bərabərdir 3-ün üstündə 4 çıxılsın. Bir dəqiqə. Yuxarıda idi. 4 çıxılsın mötərizədə x minus 2-nin kvadratı. Gələ əsas məsələyə, yenə deyirəm, bax bu x minus 2-nin kvadratı sən mötərizə kimi aşdın, qarşıda mənfi var deyə, x kvadratın əmsalı mənfi olacaq, x kvadratın əmsalı mənfidirsə, deməli, parabolun qolları aşağıdır, parabolun qolları aşağıdır, bunun nəyi var? ƏBQ-sı var, ən böyük qiyməti nədir? Var, deməli, mən ancaq və ancaq nəyə baxacam? Ən böyük qiyməti var. ƏKQ məni, burada ƏKQ sözü məni maraqlandırmır. Və bayaq dediyim kimi, ƏBQ-nı da tapmaqdan ötürü, bax bu kvadratdır. Kvadratın ən kiçik qiyməti nədir? 0-dır. Bunun yerine 0 qoyuram, çıxdığım ən kiçik 0 ola bilər. Bunun ən böyük olması üçün. Və nə alınır? 3 üstü 4 alınır, o deyir, nə? 81. Və bu 81 var, bunun nəyi olacaq? Ən böyük qiyməti olacaq. Yəni, bu ən çox nə alır? 81 alır. 81-dən böyük heç bir şey ala bilməz. Bəs ən aşağı nə alır? Ən aşağı düdükdə üstü funksiyadır. Üstü funksiya ən aşağı nə alır? 0 alır. Yazmışam. Y bərabərindən 0 müsbət sonsuz. Əgər ən aşağı 0 alırsa və ən böyükdə nə alır? 81 alırsa, deməli bunun qiymətlər çoxluğu Y nə olacaq? Ən aşağı üstü funksiya kimi məcburdur. Bu 0-ı alır. Ən yuxarıda nəyi alır? Burada biz tapdıq ki, 81-i qapalı mötərizə şəklində neyini alır. Bax, variantlara görə hansı var? ƏBQ 81 olan D-dədir. Bir də 0-81 aralığı C-dədir. C ilə D olacaq. Və nəhayət sonuncu ki var, üçüncü. Üçüncüyə də gedəcək. Burada hansı variant qaldı? Deyəsən bir dənə Y variantı. Yox, Y variantı gedib. Qalıb bircə dənə, bu 64 olan qalıb. 64 birazdan tapmamışıq. 0-64 aralığı. Birincisi yenə də bu funksiyanın oxşardır. 2 ilə 3 oxşardır. Burada da gördüyünüz kimi üstü kvadratikdir və çıxılır. Və siz mötərizəni aşırı görürsünüz, x kvadratın əmsalı yenə bundakı kimi mənfidir. Mənfidirsə, deməli, bu funksiya parabolanın qolları aşağıdır. Deməli, bunun nəyi var? Ən böyük qiyməti var. Və ən böyük qiyməti necə tapıram? Təbii ki, bu x plus 3-ün kvadratını 0 götürməklə. Kvadrat funksiya ən kiçik qiyməti 0-dır deyə mötərizə ən kiçik qiyməti 0 götürməklə tapıram. O 6 çıxmaq 0 eləyir 6. 2 üstü 6 deyir nə? 64. Deməli, bunun ən böyük qiyməti 64-dür. Ən böyük 64-dür. Üstü funksiyadır. Burada qeyd eləmişim. Ən kiçik nə alır? 0 alır. Deməli, cavab olacaq 0-64 aralığı. Sonra 37-ci sual deyir ki, funksiyası artan olarsa, A parametrini hansı qiymətlərində bu funksiyası azalan olar? Deməli, bunun artan olması şərti, bax, yuxarıda qeyd eləmişəm. Artan olma şərti nədir? Burada görünür. A böyükdür 1 olmalıdır. A da nədir? Əsasdır. Əsas mütləq 1-dən böyük olmalıdır. Bəli, əsasımıza bax. Deməli, bunun artan olması üçün bu 2A minus, əsasımız 2A minus 6-dır. Bu böyük olmalıdır 1-dən. Buradan da tapırıq ki, 2A böyükdür 6 keçiyoruz 7-dən. A böyükdür 3,5-dən. Deməli, A 3,5-dən böyük olsa, bu nədir? Artan funksiyadır. A parametrin artan olarsa, A parametrin hansı qiymətlərində üstü funksiyası azalan olar. İndi bu aşağıdakı funksiyanın isə azalan olması üçün bu yerləşməlidir. Bunun qiymətləri hansı aralığında yerləşməlidir? 0 ilə 1 aralığında yerləşməlidir. Ona görə nə bu aşağıdakı funksiyanı 0-dan böyük, 1-dən kiçik götürüb həll eləməyə çalışacağım. Bu şərt yadımızda qaldı. Yəni A böyükdür 3,5-dən. Ona görə bunu buradan silirəm və özüm üçün yaddaşım yazacağam ki, A böyükdür 3,5-dən. A böyükdür 3,5-dən. İndi bir şey var da, bu üstü funksiya onsuz da 0-dan kiçik ola bilməz. Bunu isə, bu aşağıdakını isə 1-dən kiçik götürüb birincisi həll edəcəm. Yazıram. A kvadrat
minus 7a. Bu nə olsun? Azalan olsun. Bir də plus 13 kiçikdir. Bax, birinci şərtdə 1-dən kiçikdir, 0-dan böyükdür. Birincisi 1-dən kiçik şərtini həll edeyim. Ondan sonra baxaram digər şərtə. Deməli, 1-dən kiçikdir. Bərabərsizlik, kvadrat bərabərsizliyi necə həll olunur? Sağ tərəf bərabərsizliyin qızıl qaydası var. Sağ tərəf mütləq 0 olmalıdır. Yazırıq a kvadrat minus 7a plus 12. Niyə görə 1 keçdim? Sağ tərəf ikisidir 0-dan. Köklər tapılmalıdır. Köklər də eləyəcək, səhv eləməsə müsbət 3 ilə müsbət 4 viyyətə görə toplayanda, vuranda 12 eləsin, toplayanda 7, mənfi 7-nin əksi 7, 3 ilə 4-dür. Ədəd oxu çəkirəm və burada 3 ilə 4-ü qeyd edirəm. 3 ilə 4-ü qeyd edəndən sonra arasında aralıqlar və baxıram kvadratdan əmsalına, ən yüksək dərəcənin əmsalına müsbətdir. Əmsal müsbət ən sağdan başlayaraq düzürəm. Müsbət, mənfi, müsbət. Mən nə axtarırdım? Mən axtarırdım müsbəti. Deməli, müsbəti axtardığıma görə də deməli, aralıqlarımız olacaq bizim nə? Mənfi sonsuzluqdan, daha üzr istəmək. Misalda mən 0-dan kiçik axtarıram, Misalda 0-dan kiçik axtarıram. Yəni 0-dan kiçik aralıqda elədir nə? 3-4 aralığı. Bax, bizim aralığımız budur. Bizə bu lazımdır. Amma bir də şərtimiz var axı. A 3,5-dən nə olmalıdır? A 3,5-dən mütləq və mütləq böyük olmalıdır. İndi o da burada qırmızı ilə göstərəcəm. Əvvəldə şərt qoymuşam ha burada. A 3,5 yerləşir burada. Mənfi axtardım, 0-dan kiçik axtardım, oldu 3-4 aralığı. 3,5-dən böyük aralıqsa budur. 3,5-dən aralıq müsbət sonsuzluğa. Və bu iki aralığın kəsişməsi mənə nəyi verdi? Bu və bu. Yəni 3,5-dən haracam? 4-əcəm. Bunun cavabı eləcək 3,5 və 4 aralığı. Davam eləyək. 39 yenə bayaqki kimi. Qiymətlər çoxluğunu tapır deyib. Bilirik ki, bu üstü funksiyanın qiymətlər çoxluğu 0-dan müsbət sonsuz. Amma problem harda olur? Problem üstdə olur. Üstə baxanda görürük ki, burada nə var? Modul funksiya var. Modul funksiyada bilirik ki, ən kiçik qiyməti nədir? Ən aşağı nə alır modul? 0 alır ən az. Ondan aşağı heç nə ala bilməz. Modul heç vaxt müsbət qiymət ala bilməz. Heç vaxt mənfi qiymət ala bilməz. Modul həmişə nə alır? Müsbət qiymət alır. Ona görə də biz nə edirik? Başlayırıq hardan? Elə yuxarıdan. Deməli, yuxarıda baxıram ki, modul var. Deməli, 3 üstü 2 minus 5 modulda x plus 2. Aha. Deməli, bu minusdursa, deməli, bu yenə də modulun da aşağıdır. Bunun ən böyük qiyməti var, ƏBQ var. X-in modulu belə deyək də açsıq. X-in əmsalı mənfidir də, belə deyək. Modulun qarşısı daha doğrusu mənfidir. Heç açmağa ehtiyac yoxdur, modulun qarşısı mənfidir. Ona görə bunun nəyi var? Ən böyük qiyməti var. Çünki modulunda da o qollar ki var, V hərfinə oxşayan qollar var, üz aşağı olacaq. Çünki modulun qarşısında mənfi var. Deməli, bunun ən böyük qiyməti olacaq. Ən böyük qiyməti tapmaq üçün biz nə edirik? Bu modulu ən az nə alır? 0 alır. Ən az 0 qoyuruq yerinə. Olur 2 çıxmaq, 5 vurmaq 0 və eləyir 3 üstü 2 və nə eləyir? ƏBQ eləyir 9. Deməli, bu ən çox nəyi alır? 9-u alır. Ən çox 9-u alır. Ən az nəyi alacaq? Ən az burada Y-fi qeyd eləmişəm ki, üstü funksiya ən az hansı qiymət var? 0 alır. Deməli, bunun qiymətləri çoxluğu olacaq. Ən az bax daha 0. 0. Ən çox da tapdıq ki, nə elədi? 9 elədi. Amma 9-un özünü aldı. 9-u nə edirəm? Burada qapalı mötərizə şəklində göstərirəm. Sonra 41-ci misal deyəsən, axırıncı misaldır. Baxaq. Bəli, axırıncı misaldır. 41-ci misalda deyir ki, üstü funksiya qrafiki şəkildəki kimi verilmişdi. O şəkili silmişəm mən. Baxın, bu şəkil, burada olan 2 dənə şəkil çəkmişdim əvvəldə. Birinci şəkillə oxşamır. Bu azalan üçün çəkdiyim şəkili görürsünüz. Bu azalanın şəklinə oxşamır, düzdür? İkisi bir-birinə oxşayır da, sadəcə azalanın şəkli deyil. Azalan şəkli görürsünüz, sağa doğru getirsiniz, üz aşağı gedir. Funksiya azalanır. Bu şərtdir. Amma bu ikinci şərtdir, artan şərtinə oxşayır. Nə edir? Funksiya bu şəkildədir, üzü yuxarı gedir. Deməli, artandırsa hansı şərt ödənməlidir? Əsas, yəni A, birdən böyük. Biz də baxırıq, əsas nədir? 10A minus A kvadrat minus 20. Deməli, bu 10A minus A kvadrat minus 22 var, bu 22 var. Bu nə olmalıdır? Böyük olmalıdır 0-dan. Bu şərtə görə. Bu şərt daha. Bu şərtə görə.
Və bərabərsizlikdə həll ediyor. Deməli, dedim ki, bu kvadrat bərabərsizlikdir. Bu əvvəl sıra ilə normal düzüm. Bu mənfi a kvadrat plus 10a minus 20 böyükdür 0-dan. 20 dedim, 2 yazdım. Böyükdür 0-dan 0 şəklində olmalıdır. İndi mənə rahat olsun deyə istəyərəm ki, bunun hər tərəfi mənfiyə vurum. Hər tərəfi mənfiyə də vuranda bərabərsizliyin işarəsi əksinə dəyişir. Yəni belə olur da. A kvadrat minus 10a plus 20. Bu bərabərsizliyin işarəsi çevrildi tərsinə. Kiçikdir 0. Bayağıma yazmışdım. Böyükdür 0-dan. Oldu kiçikdir 0-dan. İndi kökləri tapıb, kökləri də viyyətdən tapmaq daha rahat olardı. Toplayanda 10 eləsin, vuranda 20 eləsin. Toplayanda 10 eləsin, vuranda 20 eləsin. 4 ilə 5, 20, 2 ilə 10. Başqa nə qaldı? Başqa nə qaldı? Başqa elə bir şey qalmadı axı. Yox, onu belə eləyək. Bu kökləri tapacam, diskriminantı tapaq. Deməli, D bərabərdir. B kvadrat, yəni 100 minus ala biləcək tam qiymətlərin cəmi istəyir bizdən. Yəqin ki, nəsə var orada da belə də köklə 6 ilə falan alınacaq. Deməli, B kvadrat minus 4-də minus 4 vurmaq 20, o da eləyəcək nə? 80, elədi kök altı, diskriminant elədi 20. Deməli, bizim diskriminantımız nədir? Diskriminantımız 20-dir. Diskriminantımız 20-dirsə, A1 bərabər olacaq. Kök altda nə idi? Düstura görə mənfi B, yəni 10. Bir dəfə plus kök altda 20 bölünsün 2A. Yəni 2. Bir dəfə bunun minusu. Mən bir dənə bunu tapacam. Bu da 20-dəki 4 vurmaq 5, 2 kök altda 5-dir. Bunun hər tərəfini böləndə bu belə bir şeydir də. 2-yə böləndə. 10 bölmək 2 eləyir 5 plus 2 kök altda 5, o da eləyir nə kök altda 5? 5 plus kök altda 5. Deməli, 5 plus kök altda 5, deməli, belə deyək də, 5-in üstünə gəlirəm təqribi 2-dən böyükdür kök altda 3-dən kiçik, 2-dən böyük 3-dən kiçik özümlə istədiyim vədədə götürə bilərəm. Məsələn, 2,5 götürürəm. 5 plus 2,5 məsələn eləyir nə qədər? 7,5. Bir aralıq oldu 7,5. Bir aralıq oldu 7,5. Digərində isə bu eyni ifadə olsa, sadəcə burada minus kök altda 20 deyə olacaq 5 minus kök altda 5. O da yazmıram, yerim azdır deyə. O da eləcə 5 minus 2 kök altda 2,5 götürəcəm. Yəni kök altda 5-i təqribi də 2,6 da götürsəm eyni şeydir. Onda 7 də fərq eləməz. Və nə alınacaq? Məsələn, alınacaq yenə də 2,5, 2,4 fərq eləməz. Məsələn, 2,4 deyirəm. Çıxmışam, məsələn, qalıb 2,4. Sonra nə indirir? Bərabərsizliyin həlli qaydası belə idi. Dəqiqə. Deməli, biz ədəd oxu çəkirdik. Kvadrat bərabərsizliyin həlli belə idi. Bir dənə ədəd oxu çəkirəm. Qeyd edirəm nələri? 2,4 ilə məsələn 7,4. Bu təqribi bir şeydir. Yəni dəqiq qiymət 5 plus kök altda 5-dən 5 minus kök altda 5. Sadəcə orada tam ala biləcək tam ədədlər dediyinə görə mən belə yazdım ki, mənə rahat olsun deyən ədədləri görüm. Deməli, baxıram yenə. Burada sonuncu bərabərsizlik budur da, bunu həll edirdim mən. Deməli, 0-dan kiçik axtarıram özdə. Ən yüksək dərəcəli hədd A kvadratdır. A kvadratın əmsalı var. A kvadratın əmsalı müsbət olduğuna görə sağdan başlayaraq müsbət, mənfi, müsbət ilə düzdür. Və mən 0-dan kiçik axtardım. Bu da 2,4, 7,5 aralığı. O aralıqdakı tam ədədlər bizdən nəyin istəyir? Cəmisi. O aralıqda tam ədədlər eləyəcək 3, sonra 4, 5, 6 və nə eləyəcək? 7 eləyəcək. Onların da cəmini istəyir. Onların da cəmi eləyəcək nə qədər? 10, biraz çox elədi axı. Neysə, düz hesablamadım mən. Bir dəqiqə. Deməli, 5 plus 2A 2A. O birisi 3-dən başlayacaq. 7-yə qədər davam eləyəcək.